Uzunluğu 189 metr olan ipi iki hissəyə ayırdılar. Hissələrdən biri digərinin 35%-nə bərabər olarsa, bu hissələrin uzunluqları fərqinin modulunu tapın. Parçanın özü 189 santimetrdir, 189 metrdir. Bir hissə digərinin 35%-dir. Yəni bu hissəni biz 100% olaraq götürsək, digəri bunun 35% qədərdir. Ümumilikdə ipin uzunluğu görürük ki, 135% 189 metrə bərabərdir və bu hissələrin uzunluqlarının fərqinin modulu lazımdır bizə. Biri 100%, biri 35%-dir. Fərqi olacaq. Deməli yazırıq 100% çıxılsın 35% bərabərdir 65%. Deməli bizə fərq lazımdır. Yəni 65% nə qədər təşkil edir? Bunu tapsaq kifayətdir. X bərabərdir 189-u vurub 65-ə bölək 135-ə. İxtisarlarımızı apararaq bərabərdir. 65 ilə 135-in hər ikisini 5-ə bölsək, burada 13, burada isə 27 düşür. 189 27-yə bölsək 7 düşər. 7-ni də 13-ə vursaq 91 eləyər. Deməli 91 metr olmalıdır.